Türkiyə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi. Sərkisyan seçkilərdə kimin qalib gələcəyini açıqladı. PUA hücumu. Rusiyada neft zavodları vuruldu. Hörmüz boğazı İran üçün iki tərəfli riskə çevrildi. Bu nazirlik də yoxlamadan üzü ağ çıxmadı. Pensiyalarla bağlı vacib xəbər. İlin sonunda Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqədir Uraloğlu İstanbul Sənaye Palatasının iclasında Hörmüz boğazı ətrafındakı vəziyyət barədə danışıb. Axar TV teleqrafa istinadla xəbər verir ki, bu kontekstdə o alternativ nəqliyyat marşrutlarına toxunaraq Zəngəzur dəhlizinə diqqət çəkib. Uraloğlu'nun sözlərinə görə Hörmüz ətrafındakı vəziyyət qlobal ticarətdə alternativ yolların axtarışını sürətləndirib və alternativ nəqliyyat yollarının əhəmiyyətini gündəmə gətirib. Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən ölkəmiz coğrafi mövqeyi, təklif etdiyi təhlükəsiz, sürətli və rəqabətli dəhlizlər sayəsində qlobal ticarətin yeni onurğalarından birinə çevrilir. Prezidentimizin strategiyası çərçivəsində təşviq edilən orta dəhliz sayəsində Çindən Avropaya daşınma müddəti ənənəvi marşrutlarla müqayisədə xeyli azaldılıb. Türkiyənin Nəqliyyat naziri qeyd edib ki, Süveyş kanalından orta hesabla 35 gün, Ümidburnundansa təxminən 45 gün çəkən orta dəhliz vasitəsilə daşınma 18 günə indirilib. Məqsədimiz bu müddəti 14 günə indirməkdir. Orta dəhlizi gücləndirmək üçün Zəngəzur dəhlizi ilə birləşəcək Qars, İğdır, Aralıq, Dilucu dəmir yolu xətti üzərində də işlərə başlamışıq. Ermənistanın sabiq prezidenti Serj Sərkisyan iyunun 7-sində keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan və komandasının yenidən qalib gələcəyini düşünür. Axar TV Baku Postaza istinadla xəbər verir ki, bu barədə o Ermənistan baş naziri kimi istefasının 8-ci il dönümü ilə bağlı bəyanatında bildirib. Eks-prezident seçkilərin hazırki hakimiyyətin lehinə saxtalaşdırılacağını düşündüyü üçün səs verməyə qatılmadığını iddia edib. Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, yekdil, düşünülmüş və əsaslandırılmış tarixi qərardır. Sərkisyanın sözlərinə görə artıq Avropa İttifaqı Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının seçilməsi üçün fəaliyyətə başladığını bildirib. Aylar əvvəl Respublikaçı Partiyası bu hakimiyyətdən qurtulmağın yeganə real yolu kimi impeachment qanun layihəsi təklif etmişdi. Onlar və xarici sponsorları artıq seçkiləri saxtalaşdırmağa, müxalifləri həbs etməyə, dövlət borcunu 2 qat artırmaq hesabına büdcədən seçki rüşvətləri paylamağa və artan qanunsuzluqlara göz yummağa başlayıblar. Bu şəraitdə fikrimizcə ədalətli və rəqabətli seçkilər mümkün deyil. Amma təəssüf ki, parlamentdəki həmkarlarımız Robert Köçəryanın Ermənistan bloku seçkilərə qatılmaqla fərqli yol seçdilər. Bu qərarı əsaslandırmaqda onlara uğurlar arzuluyuram. Serj Sərkisyan, Robert Köçəryan və digər müxalif qüvvələrə dəstək verməyəcəklərini də vurğulayıb. Respublikaçı Partiyası parlamentdən kənar qüvvə kimi öz rolunu qoruyub saxlamağa davam edəcək. Rusiyanın Nijegorod vilayətinin Kstova şəhərindəki Gorki neft nasos stansiyası və Samara vilayətindəki neft kimya kombinatına PUA zərbələri indirilib. Axar TV xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb. Məlumata görə zərbələr nəticəsində hər iki müəssisədə güclü yanğınlar baş verib. Hörmüz boğazı İran üçün həm təsir aləti, həm də ciddi risk mənbəyinə çevrilib. Tehran bu vasitə ilə dünya iqtisadiyyatına təzyiq göstərməyə çalışsa da, eyni zamanda blokada nəticəsində özü də ağır iqtisadi problemlərlə üzləşir. Bu sözləri Axar TV açıqlamasında politoloq Natiq Cəfərli deyib. O bildirib ki, İran neftinin təxminən 90% məhz bu boğaz vasitəsilə ixrac olunur və əsas təchizatın böyük hissəsi də Bəndər Abbas və ətraf limanlar üzərindən həyata keçirilir. Onun fikrincə, blokada həm qlobal neft bazarına təsir edir, həm də ölkə daxilində sosial-iqtisadi gərginliyi artırır. Politoloq qeyd edib ki, əvvəllər Amerika Birləşmiş Ştatları təzyiqlərini ciddi qəbul etməyən Tehran artıq bunun real nəticələrini hiss edir və müəyyən güzəştlərə siqnallar verir. Hazırda tərəflər arasında əsəb savaşı gedir. İran davam gətirəcəyi halda Vaşinqtonun geri çəkiləcəyini düşünür. Amerika Birləşmiş Ştatları isə İran iqtisadiyyatının daha tez zəifləyəcəyini gözləyir. O əlavə edib ki, prosesdə Rusiya, Çin və Avropa Birliyi kimi aktorlar da öz maraqları çərçivəsində təsir göstərməyə çalışır.
Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan Əsaslı Tikinti və Təchizat Məhdud Məsuliyyətli Cəmiyyətində 2023-2025-ci illəri əhatə edən dövlət satın almaları üzrə audit aparıb. Bu dövrdə 387 satın alma üzrə 99,9 milyon manatlıq müqavilə bağlanıb. Onun 64,8% icra olunub. Audit zamanı satın alma prosesində nəzarət və hesabatlılıqla bağlı nöqsanlar, həmçinin təkrarlanan uyğunsuzluqlar aşkarlanıb. Bəzi hallarda müqavilələrin gec bağlandığı, vəsaitlərin prosedursuz istifadə edildiyi və bazar araşdırması aparılmadığı üçün malların baha alındığı müəyyən edilib. Həmçinin aşağı qiymət təklif edən şirkətlərlə lazımi araşdırma aparılmadan müqavilə bağlanması nəticəsində öhdəliklərin vaxtında yerinə yetirilmədiyi qeyd olunub. Bəzi satın almalarda qiymətlərin 30%-ə qədər şişirdildiyi və 100 min manatdan çox cərimənin tətbiq olunmadığı bildirilib. Bundan əlavə 207,3 min manat vəsait sənədlərdə əks etdirilməyib. Tədbirlər zamanı isə 651 min manata yaxın artıq büdcə xərclənib. Audit nəticəsində ümumilikdə 1 milyon 131 min manat vəsaitin bərpası nəzərdə tutulub və nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar qəbul edilib. Azərbaycanda sosial təminat göstəricilərinin mövcud vəziyyəti açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda orta pensiyanın məbləği 594 manatdır. Onun sözlərinə görə, yaşa görə orta pensiya isə 632 manat təşkil edir. Orta pensiya məbləği artırıla bilərmi? Axar TV xəbər verir ki, iqtisadçı Xalid Kərimli qlobal infaza göstəricilərin Azərbaycanın mövcud iqtisadi və sosial vəziyyətini əks etdirdiyini bildirib. Orta pensiyanın məbləğini birbaşa artırmaqla bağlı ayrıca qərar yoxdur. Orta pensiya ümumi pensiya məbləğinin təqaüdçülərin sayına bölünməsi ilə hesablanır. Pensiyaların artması üçün əsas şərt əmək haqlarının yüksəlməsidir. Çünki Azərbaycanda pensiya sistemi əmək haqqına bağlıdır və pensiya kapitalında toplanan vəsait əsasında formalaşır. Vətəndaşlar MyGov tətbiqi vasitəsilə öz pensiya kapitalına yığılan məbləği izləyə bilərlər. Əmək haqqı nə qədər yüksək olarsa, pensiya kapitalına yığılan vəsait də bir o qədər artır və nəticədə daha yüksək pensiya almaq imkanı yaranır. O deyib. İqtisadçı bildirib ki, orta pensiyanın artması birbaşa ölkədə iqtisadi inkişaf, ümumi əmək haqqı səviyyəsindən, xüsusilə qeyri-neft sektorundakı maaşlardan asılıdır. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması və əmək bazarında tələbin yüksəlməsi maaşların artımına, busa öz növbəsində pensiyaların yüksəlməsinə gətirib çıxarır. Minimum pensiyanın artırılması da müəyyən təsir göstərir. Minimum pensiyalarla bağlı məsələyə hökumət 2 ildən bir baxır. Yəqin ki, ilin sonunda bu məsələ yenidən qiymətləndiriləcək və mövcud vəziyyətə uyğunlaşdırılacaq. Lakin ümumilikdə orta pensiyanın artımı üçün əsas amil əmək haqqının yüksəlməsidir.